Şaban ayı Rəcəb ayı ilə Ramazanın arasında olan bir aydır. Çox vaxt bu ayda çoxsu qəflətdə olur. Necə qəflətdə? Başları qarışıq olur. Nə üçün? Ramazana hazırlıqdır. Bilirlər ki, Ramazan gələcək bir aydan sonra. Ona görə işlərin səliqə səhmana salırlar və s. Ona görə baş qarışır. Baş qarışır. Ona görə biraz daha insanların qəflətdə olan aylardan biridir. Peyğəmbər sallallahu aleyhi ve sellem də bu ayın çox hissəsini oruç tutardı. Tam yox. Tam bir dənə Ramazanı tutub. Var belə fikir, görürsən ki, Rəcəb, Şaban, Ramazanı da 3 ay davamlı tuturdular. O səhvdir əslində. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bir ay tamam, bir dənə Ramazan ayı tutub, vəssalam. O birisi aylarda bəzilərində, məsələn, Şaban ayıdır, Məhərrəm ayıdır, ola bilər çox hissəsini tuta bilərsən. Amma tam yox. Birinci düzdür, işləri də səliqə sahmana sal, aydındır. Ramazanda biraz ibadətə vaxtın daha çox olsun, imkan olsun. Ən əfsəl əməllərdən necə Peyğəmbər sallallahu aleyhi ve sellem görürük, oruç tutardı. Çünki biz bilirik ki, oruçluq bir dənə Ramazan üçün deyil, nafilə oruçlar da var başqa vaxtlarda. Ən əfsəl əməllərdən oruç tutmaqdır bu ayda. Sadəcə kim əgər tam tutmaq istəyir, Ramazana bir neçə gün qalmış, artıq orucunu açsın. Çünki Ramazanla Şaban ayının orucunu birləşdirmək olmaz. Aydındır.